İranın bizi necə dəstəklədiyini bir daha xatırladaq, yada salaq və İsraili də lənətləyək, qoy mollaların könlü şad olsun. Buyurun Azər bəy, siz başlayın. Mollaların könlü xoş olsun deyə. Bəli. Əslinə qalanda yenə deyirəm ki, mən həmişə demişəm ki, müharibələrə qarşıyam. Bunu da xüsusi vurğulayaq, kimi dəstəkləyirik, kimi dəstəkləmirik məsələsində mənim şəxsi mövqeyim Azərbaycan dövlətinin mövqeyindən əsla fərqli deyil. Bizim dövlətimiz də bu müharibədə heç kimin tərəfində deyil. Doğru. Dövlətimizin ən yüksək səviyyədə açıqlaması da olub, mövqeyi də olub, özü də bir neçə dəfə və bəyan ediblər ki, bütün anlaşılmazlıqların masa arxasında çözülməsindən yanayıq. Yəni İsraillə İran arasında da anlaşılmazlıq varsa, buyursunlar, gəlsinlər masa arxasında. Biz indi İranın əleyhimizə olan deyək ki, hərəkətlərini deməyək. Amma məsələ ondadır. Bax, bayaq da dedik. Yəni başlarına oradan raket yağır, bomba yağır. Bunların hədəfi Azərbaycandır. İsraili düz əməlli vura bilmir. Gedir orada İsraildə deməli yaşayış binalarını filanı vurur. Gözünün qurdunu öldürmək üçün. İsrail burada bunun hərbi strateji obyektlərini vurur. İsrail yəni dinc insanlara raket atmır, bomba atmır. Bunlar isə gedib orada yaşayış binalarını vururlar. Və gözlərinin qurdunu belə öldürürlər. Və bizdən də tələb edirlər ki, bunu dəstəkləyək. Biz necə dəstəkləyə bilərik? İddia edirlər ki, biz müsəlmanıq. Ona görə bunları dəstəkləməliyik. Sən mənim müsəlman qardaşım, dırnaqarası qardaşım. Biz səhv edəcəksən, mən də sənin səhvini dəstəkləməliyəm. Səhv etmə. Ondan savayı. Qaldı ki, lənət məsələsinə. Bunlar davamlı şəkildə mənim bu çıxışlarıma baxırlar. Azərbaycanda da bir şəbəkələri var bunların. Azdır sayları, düzdür. Sağ olsun dövlətimiz, yəni hər kəsin o mənada əl qolunu yığışdırıb ki, heç kim həddini aşa bilməsin. Qanun var bizdə, konstitusiya var, hüquqlar var. Yəni ona görə dövlət bu çərçivədə davranır. Yəni bu şəbəkə ikidə bir mənə yazır ki, İsraili niyə lənətləmirsən? İsrail müsəlmanları qırır, niyə ona bir söz demirsən? Mən də deyirəm ki, İsraili lənətləməyə hazıram və lənətləmişəm. O sizin dediyiniz bir video paylaşım da etmişəm, lənətləmişəm. İnsanlar da baxır TikTokda da, Facebookda da. Ona baxmayanlar da var. Onun bir qısa formasını bir də təkrarlayaq. Eləyək. Məsələn, mən deyirəm ki, tutaq ki, İsrailə lənəti belə oxuyuram. Ermənistan Azərbaycan torpaqlarını işğal etmişdi. 30 ilə yaxın müddət ərzində də torpaqlarımız işğal altında qaldı. Ermənistanın işğalı altında. Həmin dövrdə İran İslam Cumhuriyyəti bir mənalı olaraq Ermənistanı dəstəklədi. Onun yanında oldu, həmin torpaqların talanmasında iştirak etdi, Ermənistanın acından ölməsinin qarşısını aldı. Biz küncə sıxışdırmışdıq da Türkiyədən Azərbaycan Ermənistanı. Və mən buna görə İsrailə lənət oxuyuram. Bundan başqa 44 günlük vətən müharibəsində İsrail bizi dəstəklədi. Həm ərazi bütövlüyümüzü, eyni zamanda bizə ən müasir silahları verdi. Düzdür, biz onları pulu ilə almışdıq. Olsun. Amma bizə verdiyi silahları Ermənistana və başqa ölkələrə satmadı. İran isə nə etdi? Zəngilanda bizim ordumuzun qarşısını kəsdi. Bizim ordumuz Zəngilanı işğaldan azad eləmək üçün əlavə bir marşrut seçdi. Biz orada itçilər verdik, şəhidlər verdik və beləliklə proses biraz uzandı. Zəngilanın işğaldan azad olması vaxtı da uzandı. Buna görə də mən də deyirəm, Allah İsrailə lənət eləsin. Yəni, üçüncü bir tərəfdən İran məsələn günü bugün də Azərbaycan Respublikasını, İranın müəyyən o təbliğat rıçaqları var da hamımızın bildiyimin. Günü bugün də Azərbaycan Respublikasını Bakı Respublikası adlandırır. Yaxud da Azərbaycan Respublikasına İranın şimalı deyirlər. Allah İsrailə lənət eləsin. İran bu müddət ərzində, 30 il ərzində Azərbaycanda işğal olunmuş ərazilərdə bizim dini abidələrimizin məhvinə göz yumub, məscidlərimizdə donuz saxlanmasına göz yumub, məscidlərimizin dağıdılmasına göz yumub. İsrail isə bütün dünyada beynəlxalq platformalarda bizim ərazi bütövlüyümüzü müdafiə edib, bizim hüquqlarımızı müdafiə edib, abidələrimizin dağıdıldığını bütün dünya bəyan edib. Buna görə Allah İsrailə lənət eləsin. Yəni, ondan savayı, bax bizim o torpaqlar işğal altında olanda, deməli, Qarabağdakı bölücü rejim, işğalçı bölücü rejim, məhz İrandan farsları gətirib, Şuşada bizim məscidimizi təmir elətdirib, onu bütün dünyaya Fars məscidi kimi təbliğ edirdi.
Onunla beraber İrəvanda Göy məscidi, yəni bir İrəvan xanlığının məscidini gətirib yenə farslara təmir elətdirib bütün dünyaya onu Fars məscidi kimi təqdim edirdi. Və İran da bu təbliğatda açıq, rahat şəkildə iştirak edirdi. Allah İsrailə lənət eləsin. İran hər zaman Azərbaycanda bölücülüklə məşğul olub, təxribatla məşğul olub. Burada hətta Kərimə dövləti qurmağa cəhd eləyib, ölkəmizin müstəqilliyinə təhdid yaradıb. İsrail isə nə edib? Bütün dünyada deyib ki, Azərbaycan yəhudilərin ən rahat, ən təhlükəsiz formada yaşadığı ölkələrdən biridir və beləliklə Azərbaycanın təhlükəsiz ölkə olduğunu bütün dünya bəyan edib. Buna görə Allah İsrailə lənət eləsin. Lənət eləsin. Yəni nə deyək? Yəni belə nümunələrin sahibi siz bunu sahibləri. Bax bu utanmazlar. Yəni mən ona görə deyirəm ki, bu Fars molla rejimi həqiqətən həyasız bir rejimdir. Adam nə qədər həyasız olar ki, bu fikirləri səsləndirir. Buradakı ardıcılları da var. Bunlar vətən xainidir. Açıq-aşkar vətən xainidir. Deyirlər ki, İsraili niyə lənətləmirsən? Deyirəm, ay qardaşım, tamam da bax gəl mənə de ki, Azərbaycana İsrailin bir zərəri toxunub. Mən gedim onu lənətliyim də, yoxdur axı Azərbaycan dövlətinə, Azərbaycan xalqına bu İsraildən heç bir zərər gəlməyib. Sadəcə olaraq bizim öz Yahudi vətəndaşlarımız da daxil olmalı. Dünyanın hər tərəfində Yahudilər bizə kömək edirlər.